大家好, hamıya salam. Gelin bugün birlikte Hind dilində sabahın xeyir, günortan xeyir, axşamın xeyir və gecən xeyrə birləşmələrinin necə deyildiyini öyrənək. Başlayaq sabahın xeyir sözü ilə. Sabahın xeyir Çin dilində 早上好 adlanır. Belə ki, 早上 sözündəki 早 erkən, 上 yuxarı, 好 isə yaxşı deməkdir. Bu 早上好 sözünün mənası günün erkən, günəşli başlanğıcı yaxşı keçsin mənasına gəlir. Yəni bu məqsədlə istifadə olunur. 早上好 sabahın xeyir deməkdir. İkinci, günortan xeyir necə olacaq? 下午好 下午好 下午günorta deməkdir. 下午 sözündəki 下 aşağı, bu isə günorta mənasında istifadə olunur. Hao yaxşı deməkdir. Birlikdə günortadan sonraki vaxtınız yaxşı keçsin mənasını verir. 下午好 günortanız xeyir. Vanşanhao Vanşanhao Buradakı van sözü geç, şan yuxarı, hao isə yaxşı deməkdir. Vanşan birlikdə axşam mənasında istifadə olunur. Vanşanhao yəni günəşin batdığı vaxtın, yəni axşam vaxtınızın yaxşı keçməsini ifadə edir. Vanşanhao axşamınız xeyir. Bəs gecəniz xeyir necə olacaq? Van gec, axşam mənasında istifadə olunur. Vanşan sözündəki vanla eynidir. An isə dinc, sakit deməkdir. Yəni gecəniz dinc, sakit keçsin. Gecəniz xeyrə qalsın. Bugünlük bu qədər. Bu tip videoların davamlı olmasını istəyirsinizsə, videonu bəyənməyi və səhifəni izləməyi unutmayın. Hələlik.